Salam aleykum. Deməli, etil amin karbon 2, H5NH2, yanında karbon dioksid, su və azot alınır. Solda karbon 2 dənə, bura 2 yazıram, hidrogen 7 dənə, bura 3,5 yazıram, azot 1 dənə, bura 0,5 yazıram. Bunu x mol götürürəm. Bunda bunların hamısının qarşısındakı əmsalı x-ə vururam. Sonra etan karbon 2H6, yanında karbon dioksid və su alınır. Bura 2 yazıram, bura 3 yazıram. Bunu da y mol götürürəm. Onda bu şəkildə olacaq. 18 qram su, bu 1 mol su deməkdir. 1 mol su deməkdir. Birincidə 3,5 x, ikincidə 3y su alınır. Bu 1-ə bərabərdir. Və bu qaz qarışığı deyəndə, burada qaz qarışığı CO2 ilə azotdur. Burada da CO2-dir. Natriy hidroksidlə CO2 getməyəcək. Yəni 0,5 x getmir. Və 2,124 də 0,1 deməkdir. Buradan x bərabərdir 0,2. Yerinə yazıram 3,5 vurulsun 0,2 üstəgəl 3y bərabərdir 1. Y də buradan 0,1-ə bərabərdir. Biz buranı pozuruq. Y-in yerinə 0,1. Buranı pozuruq. Yerinə 0,2 yazırıq. 0,2-ni vuraq C2H5NH2. C2H5NH2 deməli neçə eləyəcək emeri 45. 45-i vuraram 0,2, bu 9 qram eləyir. 0,1-i də 30-a vuranda bu da 3 qram. Ümumən ilkin qarışıq 12 qram olmuşdur.